Mənim bildiyimə görə bu dövlətin müxtəlif kanallarla yaydığı məlumatdır. Mehdiyev bu məktubu Kreml qüllələrindən birinə yazıb. O da təbii ki, Putinə verib. Putin də onu Azərbaycan prezidentinə jest olaraq verib ki, bax biz görürsünüzmü, ağsaqqalın, qoca ağsaqqalın, özü də qoca, dediyindən oturub durmadıq. Biz onun çevriliş cəhdinə dəstək vermədik. Biz sizin məlumatdır, çox gecikmiş məlumatdır təbii ki. Bəlkə də Azərbaycan dövləti bilirdi, əlində fakt lazım idi. Amma məlumatdır, Rusiyanın susqunluğunun səbəbi budur ki, gedin içəridə özünüz həll edin. Amma məktub kimə yazılıbsa, kim bu trayektoriya ilə Putinə sonra veribsə məktubu və başqalarına, onlar da təbii ki, istintaqın hədəf simalarıdır. Onlar da danışdırılmalıdır. Rusiyada kim olmağından asılı olmayaraq, dövlətlər arasında razılıq olsa, əlbəttə ki, bu ifadə alınacaqdır ki, bu niyə sağ yazır məsələn? Niyə məsələn, tutaq ki, Trumpa yox, Macrona yox? Demək, kommunikasiya var da aranızda. Bu köhnə kommunikasiyanın başa düşdüyü, bu dövlətin deməli, əhəmiyyətinə görə üçüncü, dördüncü adam idi da. Niyə sənə yazır bunu? Və niyə bu qədər müddətdə, məsələn, biz bunu bilməmişik dövlət olaraq? Məsələn, üstündən 7 ay, 8 ay, ya 4 ay, 5 ayını mən bilmirəm. Bəlkə də bir neçə il keçəndən sonra bilir. Bu məntiqli suallar. O baxımdan da o adamlar da bu və başqa şəkildə istintaqla əməkdaşlıq etməyə məcburdular. Ramiz Mehdiyev istintaqla əməkdaşlıq edilmir. Əsas suallardan biri də budur. Bəzi təhlilçilər düşünürlər ki, bəli, istintaqla əməkdaşlıq etdiyi üçün istintaq bir nöqtədə sakitləşdi. Ki, bu, onsuz da bunu edir. Və bu 87 yaşlı bir qocanın indi cəzalandırılması üçün, məsələn, tutaq ki, ona neçə il iş verəsən ki, deyək də. Yəni, əməkdaşlıq deyərkən nə nəzərdə tutulur? Adların verilməsi mi, yoxsa uğurladıqlarının qaytarılması mı? Hamısı içindədir. Mən bildim siz sualı verəcəksiniz. Əməkdaşlıq deyərkən hansı punktlar mümkündürsə, A. Mənimsədiyi vəsaitlərin qaytarılması. B. Cinayət hərəkətinə aid vəziyyətin və şəxslərin, iştirakçıların müəyyənləşdirilməsi. C. Konkret olaraq hansı nöqtəyə qədər kiminlə xarici əlaqələr vasitəsilə gəlinir və G, D, Y hamısı içindədir. Bunlar eyni zamanda da dediyimiz kimi o Azərbaycan dövlətindən mənimsədiyi millətlərin klan üzrə razılıqla yəqin müəyyən bir sxem var, nə qədərdir. Onun geri qaytarılması, bankların, nəşriyyatların, binaların, evlərin, çoxlu saylı torpaqların və s.